Biz bilirik ki, yəni bizə lazım olan bir enerji vardır ki, bu enerjini biz ya karbohidrat, yağ və proteindən alırıq. Yəni bunlar enerji dəyərlərimizdir və nə qədər almalıyıq? Bu hər insana görə dəyişir, müxtəlifdir. Ümumiyyətlə alacağımız enerjinin, yəni alacağımız qidanın harca 50-55% karbohidratın üzərinə düşür, 10-15% proteinin üzərinə düşür və 20-25% yağın üzərinə düşür və bu hər orqanizmada dəyişir. Çünki hər orqanizm eyni dərəcədə enerji almamalıdır. Yəni buna orqanizmanın, yəni insanın boyuna görə, çəkisinə görə, hərəkət aktivliyinə görə, kişi və qadın olmasına görə alacağı qida miqdarı, enerji miqdarı dəyişir. Yəni bunu biz mütəxəssislər yəni qeyd edirik bunlar üçün. Ona görə də bəzən sual verirlər, elə düşünürlər ki, hər orqanizm alacağı qida enerjisi stabil olmalıdır. Yox, stabil olma dəyişkən ola bilər. Çünki alacağımız bizim bazal metabolizmamız deyilən bir metabolizma sürəti vardır ki, bu biz heç bir iş görmədən belə vacib orqanlarımız var, həyati vacib orqanlarımız var. Onlara bir enerji sərf olunur və onlara sərf olunan enerji miqdarı da miqdarını hesablayıb, bayaq dediyim kimi başqa parametrləri hesablayıb biz bu hər insana individual bir yəni belə deyim də karbohidrat, protein və yağ yazırıq.